Səməd Vurğun Stalini necə aldadır? Səməd Vurğun 1935-ci ildə Kremldə Stalinin qəbulunda olanda ona yazdığı rəhbərə salam şeirini oxuyur. Stalin elə ordaca soruşur: "Vurğun soyadındır?" Səməd Vurğun cavab verir: "Xeyr yoldaş Stalin, təxəllüsümdür." Vurğunun mənası nədir? Vurulan, məftun olan. Kimə? Qızlara? Səməd Vurğun anında vəziyyəti anlayır. Xeyr, vətənə. Stalin psixologiyanı yaxşı bilən və hər sözün altında bir məna axtaran şəxs idi. Səməd Vurğun bu cavabla Stalini inandırır ki, onun bütün varlığı, sevgisi və vurğunluğu fərdi hisslərə deyil, xalqa və vətənə yönəlib. Əgər o, "Bəli, yoldaş Stalin, gənclikdə bir qıza aşiq olmuşdum, ona görə" desəydi, Stalinin gözündə sıradan, lirik, subyektiv və kiçik burjuya hissləri ilə yaşayan bir şair kimi qalacaqdı. Bir gün sonra Stalinə orden və medallar almaq üçün təqdim edilmiş Azərbaycanlıların siyahısını gətirirlər. Səməd Vurğun o siyahıda qırmızı əmək bayrağı ordeninə layiq bilinibmiş. Amma Stalin öz əli ilə bunun üstündən xətt çəkir, qarşısına ən ali mükafat olan Lenin ordeni sözlərini yazır.